Salam əziz izləyicilər. Gəlin bu sadə və zərif bilərziyi öz əlimizlə hazırlayaq. Bizə lazım olacaq xırda gümüşü, ağ mirvari və mavi kristal muncuqlar, bilərzik üçün maqnitli bağlayıcı və muncuq düzümü üçün leska. Elə isə başlayaq. Bir bağlayıcı, 4 xırda və bir ağ muncuğu götürüb leskaya keçirdiririk. Sol tərəfdən ağ muncuğu kənara çəkib, sağ tərəfdən olan leskanı muncuğun içindən keçirdiririk. Ağ muncuğumuzu aşağı hissəyə, muncuqlar olan yerə indiririk. Bilərziyimizin bağlayıcı hissəsinə əlimizə götürüb, sağ tərəfdən leskamızı muncuqların içindən keçirdiririk. Leskamızı ağ muncuğun içindən də keçirdirdik. Beləliklə, bizim bağlayıcı hissəmiz hazırdır. Hər iki tərəfdən leskalara muncuq keçirdiririk. Bir gümüşü muncuq da götürüb, leskaları bir-birinin əksinə keçirdirib, muncuqlar tərəfə muncuğu indiririk. Belə qaydada biz bilərzimizi muncuqlarla toxuyuruq. Təkrarən yenə hər iki tərəfə leskalara muncuq düzürük və bir əlavə də muncuğu götürüb, o muncuğun içindən leskaları bir-birinin əksinə keçirdiririk. Belə qaydada biz bilərziyimizə davam edirik. Bilərziyimizin çox hissəsi hazırdır. Keçirik bilərziyimizin bağlayıcı hissəsinə. Sağ tərəfdən leskaya 4 xırda gümüşü və bir bağlayıcı götürüb leskaya keçirdiririk. Və leskamızı sağ tərəfdən sol tərəfə ağ muncuğun içindən keçirdiririk. Sağ tərəfdən leskanı əlimizə götürüb 4 xırda gümüşü və bir maqnitli bağlayıcının içindən bir də keçirdiririk. Əlimizə iki tərəfdən leskaları götürüb 2 düğün vururuq. Düğün vururuq ki, bizim muncuqlarımız leskadan açılmasın. Düğün vurduqdan sonra biz leskaları hər iki tərəfdən muncuqların içindən keçirdiririk. Leskaları muncuqların içindən keçirdirəndən sonra artıq sapımızı kəsirik. Beləliklə, bizim sadə və zərif bilərziyimiz hazırdır. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videomu bəyəndinizsə, bəyənməyi, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Hələlik.